25-ci, daha doğrusu 26-cı çalışma nizamında davam edir. Deyir, formulu verilmiş karbohidrat haqqında səhv fikri müəyyənləşdirin. Deməli, müəllimlər, buna baxan kimi bilirsiniz ki, karbohidratlardan demişik ki, glukoza 6 bucaq formasında yazılır. Yerdə qalanları fruktozadır, ribozadır, dezoksiribozadır, 5 bucaq formasında yazılır. İndi bu 5 bucaq formasında yazıldığına görə ya fruktozadır, ya riboza, ya da dezoksiribozadır. Onu necə müəyyənləşdirə bilərik ki, hansıdır? Deməli, baxın, karbonların sayına baxaq. 1, 2, 3, 4, 5, 6. 6 karbonu varsa, deməli C6. Deməli, bu fruktoz olacaq da C6. Oksigenlər də lap saya bilərsiniz. Oksigenləri sayın. 1, 2, 3, 4, 5, 6. 6 tane də oksigeni varsa, bu ancaq C6H12O6 ola bilər də, düzdürmü? Deməli, bu bildik ki, fruktozadır. İndi yaxşı, bu fruktozan olduğunu bildik. Sizcə alfa fruktozadır, yoxsa beta fruktoza? Yadınıza gəlsə, dərsdə də deyirdim ki, bunlara qurbağa göz kimi baxın. Bu CH2OH-lar müstəvinin eyni tərəfində olanda, bax, burada OH yerinə, OH-ın yanında bir CH2OH olsaydı, bu da OH da burada təkcə aşağıda olsaydı, bunun CH2OH müstəvinin bir tərəfində qurbağa göz kimi təsəvvür etsəz, bu artıq olacaqdı alfa fruktoza. Amma bu şəkildə yazılanda CH2OH-lar müstəvinin müxtəlif tərəfində olduğuna görə buna artıq biz beta fruktoza deyəcəyik. Deməli, bu fruktozadır, monosaxariddir, özə beta formasıdır, siklik və beta formasıdır. Beta fruktozadır, doğru ifadədir. Monosaxariddir, bəli, monosaxariddir. 4 asimetriki var. Bu asimetrik karbonları necə müəyyənləşdiririk, müəllimlər? Yadınıza gəlsə yazırdıq glikoza, fruktoza, riboza, dezoksiriboza. Daha sonra açıq və qapalı zəncir yazırdıq və bilirdik ki, açıq formada glukozanın qarşısında elə bir telefon nömrəsi kimi yadımıza saxlayırdıq da 45, 34, 34, 23. Glikozanın açığında 4, qapalısında 5. Fruktozanın açığında 3, qapalısında 4. Ribozanın açığında 3, qapalısında 4. Zaten qapalıya keçəndə asimetrik sayı 1 bayt artır da hamısında. Dezoksiribozanın açığında 2, qapalısında 3 asimetrik karbon mövcuddur. Bu fruktozadır. Fruktozanın siklik forması, yəni qapalı forması. Qapalı formada fruktozada 4 asimetrik karbon mövcuddur. Ona görə də 4 asimetrik karbon atom var, doğru ifadədir. Tollens reaksiya ilə oksidləşir. Xeyr, bu səhvdir. Səhv ifadə Y variantı verir. İndi nəyə görə səhv götürəcəyik? Müəllimlər, çünki bilirsiniz ki, fruktoza ümumiyyətlə keton spirtidir və keton spirti tollens reaksiyasından getməsi. Düzdür, glukozadır, ribozadır, dezoksiribozadır. Bunlar deməli aldehid spirti olduğuna görə aldehidlərin aid olduğu bütün xüsusiyyətlər bunlara da aiddir. Amma onlar gedə bilirlər tollens reaksiyasına, yəni gümüş güzgü reaksiyasına və s. daxil ola bilər. Amma bunlar fruktoza keton spirti olduğuna görə ümumiyyətlə gümüş güzgü reaksiyası verə bilmir. Yəni tollens reaksiyası ilə də həmçinin oksidləşə bilmir. Ona görə də Y variantı səhvdir, səhvi görüş soruşur. Glukozadan şirindir, bəli, şirindir. Səhv ifadə Y variantında göstərilibdir. 27 ilə davam edirik. 27 deyir ki, duzların elektroliz zamanı katodda metal reduksiya olunmaz. Katodda metal reduksiya olunmaz deyən təbii ki, D variantıdır. Niyə görə D variantını seçəcəyik müəllimlər? Çünki bilirsiniz ki, Bektovun elektrokimyəvi gərginlik sırasında aktiv metallar, yəni qələvi torpaq metallar və əlavə olaraq maqnezium, alüminiumda deyirdik ki, bunların duzları olanda katodda hidrogen reduksiya olunurdu. Yəni katoda ancaq hidrogen gedirdi. Yerdə qalanlarda məsələn dəmir orta aktiv metaldır. Katodda həm hidrogen, həm də dəmir gedəcək. Mis olanda pasiv metaldır. Pasiv metalın duzudur. Katodda ancaq misin özü reduksiya olunacaq, mis gedəcəkdi. Mis deməli reduksiya olunacaqdı. Mis klorda da həmçinin mis, argentum nitratda da həmçinin argentumun özü, maqnezium nitratda isə yalnız hidrogen katodda reduksiya olunacaqdı və metal reduksiya oluna bilməyən elə D variantında göstərilibdir. Növbəti digər 28 ilə davam edir. Amoniakın sintezi reaksiyasında reaksiyanın hidrogenə görə sürəti 2,7 olarsa, amoniaka görə sürəti hesablayın. Bilirik ki, 1 mol azot 3 mol hidrogendən 2 mol amoniak yaradır və bu məsələlərin ən rahat həll eləməyin yolu nə idi? Əmsala görə getmək. Necə? İndi biz baxırıq burada nəyə? Hidrogen əmsalı 3-dür. Əmsal 3 olanda sürət 2,7-yə uyğun gəlir. Düzdürmü? İndi amoniakın əmsalı nə qədərdir? 2-dir. Onda gəlin görək, əmsal 2 olanda sürət nə qədər olacaq? Ən rahat yol budur. Bax, məsəl üçün, hər hansı biriniz də sürətini verib, digərinin sürətini soruşanda həmişə tənasüb quracaqsınız. Məsəl üçün, hidrogenin əmsalı 3-dür. 3 əmsala görə sürət 2,7-dirsə, amoniakın əmsalı 2-dir. Görəsən, 2 əmsala görə reaksiyanın sürəti nə qədər olacaq? Bunun üçün 2-ni vurarıq 2,7, eləcək 5,4. 5,4-ü də 3-ə bölərik, bizə verəcək 1,8. Bu zaman amoniaka görə sürət 1,8 olacaq. Doğru cavab 28-də. Y variantında göstərilibdir. 29-dan davam edirik. Suda həll olmayan ali şəraitdə maye aqreqat halda olan spirti göstərin. Suda həll olmayıb, amma adi şəraitdə maye aqreqat halda olan deməli spirt təbii ki, B variantında göstərilibdir. Əslində burada deməli
Aha, deməli müəllimlər, əslində burada deməli nəyə də diqqət eləmək lazımdır? Bilirik ki, bunlarda C7, H15, OH suda həll olur, amma C8 artıq suda həll olmayacaq. Yəni C8-dən başlayaraq suda həll olmayacaqlar. Yəni C8 və bundan yuxarılar suda zaten həll olmur. İndi baxırıq, sayaq görək hansılar. Bax burada 5, 6, 7. Bu 7 dənə olduğuna görə suda həll olacaq. Mənə həll olmayan lazımdır. Burada 6, bu spirt deyil, ümumiyyətlə heç aldehiddir. Bu da spirt deyil, aldehiddir. C variantına da baxanda 4, 5, 6 karbon var. 6 karbon olduğuna görə suda həll olacaq. Həll olmayan deyəndə deməli 8 və ondan yuxarılar, yəni 8-dən başlayaraq suda həll olmayacaqlar da. Artıq burada 7, 8, 9 dənə karbon olduğuna görə suda həll olmayacaq. Suda həll olub, amma adi şəraitdə maye halda olan spirt 29-da məhz B variantında göstərilibdir. Aha, indi növbəti digər çalışmaya baxaq. Glikoza. Devam edirik müəllimlər. 1,8 qram glikozanın qıcqırmasından. Glikoza yazılır C6H12O6. Glikozanın qıcqırmasından 2 mol etil spirti, 2 mol C2H5OH, 2 mol da karbon qazı əmələ gəlir. 1 mol glikoza, yəni 180 qram glikoza qıcqıran zaman 2 mol etil spirti alınırsa, 1,8 qram glikoza qıcqıranda neçə mol etil spirti əmələ gələcək? Bu zaman əmələ gələcək etil spirtin mol miqdarının 0,2 mol olduğunu müəyyənləşdirdik. İndi müəllif deyir ki, bu 0,2 mol etil spirtin yanmasına neçə qram oksigen sərf olunar? Bilirik ki, etil spirtin üzərinə oksigen gəlsə, 1 mol etil spirti 3 mol oksigenlə 2 mol karbon qazı, 3 mol da H2O əmələ gətirəcək. Və 1 mol etil spirti üçün, etil spirtin yanmasına 3 mol, yəni 96 qram oksigen lazımdırsa, onda gəlin görək 0,2 mola neçə qram oksigen lazımdır. 0,2-ni də vurduq 96-ya, bizə verdi 1,92 qram oksigen. Bu da doğru cavab kimi 30-da C variantında göstərilibdir. 31-dən davam edirik. Müəyyən şəraitdə suda, məhlulda duzun həll olma əmsalı 200 qram litr olarsa, 5 litr suda neçə qram duz həll olur? Bu da asandır müəllimlər. Müəyyən şəraitdə həll olma əmsalı 200 qram litr nə deməkdir? 1 litr suyun içərisində 200 qram duz həll olsa məhlul doymuş vəziyyətə gələr. Onda gəlin görək 5 litr suda neçə qram duz həll olmalıdır? 5 litr suda isə 1000 qram duz həll olmalıdır. Bu da doğru cavab kimi 31-də C variantında göstərilibdir. 32. Yanlış fikirləri göstərin. Gələvi məhlulda OH mənfi iyonları asanlıqla ayrılır. Bəli, doğrudur. Gələvi suda həll olan maddə olduğuna görə asanlıqla OH mənfi iyonları ayırır. Qarışqa turşusunun 1 molun tam dissosiasiya zamanı kation sayı anion sayına bərabərdir. Qarışqa turşusu HCOH-dır. İyonlara dissosiasiya edəndə H müsbət, COH mənfi iyonları yaradır və əmələ gəlmiş H müsbət və COH mənfi iyonların sayı həqiqətən bir-birinə bərabər olur. Natri nitrat qüvvətli elektrolitdir. Bu da doğrudur. Niyə? Çünki suda həll olan bütün duzları qüvvətli elektrolit kimi qəbul edə bilərik. Doğru oldu. Aha. Sonra növbəti halda deyir ki, temperaturu azaltdıqda zəif elektrolitin məhlulda iyonların sayı azalır. Xeyr, temperaturu artıranda zəif elektrolitlərdə əksinə dissosiasiya dərəcəsi çoxalır. Dissosiasiya dərəcəsi çoxaldığına görə məhlulda əmələ gələn iyonların da sayı artır. Azalır ifadəsi səhvdir, əksinə artmalıydı. Y variantına baxaq. Qüvvətli turşunun dissosiasiya zamanı məhlulda H müsbət iyonların sayı artır. Bəli, qüvvətli elektrolit olur qüvvətli turşular və dissosiasiya zamanı H müsbət iyonları yaradırlar ki, o da məhlulda H müsbət iyonlarının mol miqdarının çoxalmasına gətirib çıxardır. Yanlış ifadə D variantında göstərilibdir. Növbəti 33-dən davam edirik. Yalnız reduksiya edici xassisə göstərir. Yalnız reduksiya edici xassisə biz bilirik ki, element birləşmədə maksimal oksidləşmə dərəcəsi göstərərsə yalnız oksidləşdirici, minimal oksidləşmə dərəcəsi göstərərsə yalnız reduksiya edici olacaq. İndi hansı minimal oksidləşmə dərəcəsi göstərir? Azot -3, düzdürmü? Azot -3 minimal oksidləşmə dərəcəsi göstərdiyinə görə o -3-dən daha da aşağı düşə bilmir axı. Məcburdur oksidləşmə dərəcəsini artırsın. Məsəl üçün atıram, tam -3-dən gəlir müsbət 1-ə. Azdan çoxa gedir, olur reduksiya edici. Yəni -3-dən daha da aşağı gələ bilmir də, yuxarı qalxır. Və olur həqiqətən reduksiya edici. Ona görə də yalnız reduksiya edici azot -3, 33-də doğru cavab A variantında göstərilibdir. 34. Tərkibdə dəmir saxlayan mineralları göstərin. Aha, tərkibdə dəmir saxlayan minerallar olacaq hematit və maqnetit mineralları. Bu haqda bu yaxınlarda dərsdə dedik müəllimlər. Bilirsiniz ki, dəmirin minerallarını keçdik. Limonitdir, hematitdir, maqnetitdir. Bunlar haqqında danışdıq. Serum 3O4'dür. Ondan sonra limonit soruşsalar ferrum K3 olsun en qədər H2O-dur.
Ferrum 2O3 vurulsun N qədər H2O-dur. Ferrum 2O3-ün özü hematit mineralını göstərir və s. Yəni tərkibində dəmir olan minerallar, bunları göstərə bilərsiniz. Ona görə də doğru cavabı boksitdir, koruntdur, bunlarda alüminium var, silvindir, bunlarda bilirsiniz ki, kalium xlor, bilirsiniz ki, silvindir, natriy xlor qalitdir, kalium xlor vurulsun natriy xlor silvinit mineralını göstərir. Apatitlər tərkibində fosforu olanlar kalsium olanlardır və s. Yəni bunlar haqqında sfaleri sink sulfitdir, Glaber dozu natrium sulfat vurulsun NH2-dir və s. Bunlar haqqında artıq ətraflı danışmışıq zaten. 35 ilə davam edirik. Dissosiasiya sabitinə səhv ifadəni göstərin. Dissosiasiya sabiti sabit kəmiyyət olub temperaturdan və maddənin təbiətindən asılıdır. Temperaturdan asılıdır doğru ifadədir. Mən səhvləri axtarıram. Qatlıqdan asılı olaraq dəyişir. Xeyr, qatlıqdan asılı olaraq dəyişəməz. Ancaq maddənin təbiətindən və temperaturdan asılıdır. Ona görə də 35-də səhv ifadə B variantıdır. Elektrolitin təbiətindən asılıdır. Bu doğru ifadədir. Bayaq yuxarıda qeyd eləmişdim. Dissosiasiya etmiş ionların qatlığının hasilinin ionlara ayrılmamış molekulların qatlığının hasilinə bərabərdir. Bu haqda dərsdə də dedik, çox maraqlı bir mövzudur. Dissosiasiya sabiti sanki tarazlıq sabiti kimi hesablanırdı. Elə bil ki, dissosiasiya nəticəsində əmələ gəlmiş ionların qatlığını yuxarıda yazırıq, yəni kəsrin sürət hissəsində yazırıq. Məxrəcdə isə dissosiasiya etməmiş maddənin qatlığını yazırıq və nisbət olaraq dissosiasiya sabitini tapırıq. KD ilə işarə olunur. Bəli, KD ilə işarə olunur. Aha, dissosiasiya sabitini tapmaq üçün sağ bölünsün sol qaydasından istifadə edək də, yenə də sadəcə olaraq qatlığa diqqət eləməlisiniz. Qatlıq kimi tapılmalıdır və əmsal da burada da həmçinin qüvvətə nəzərə alınır. Eyni tarazlıq sabiti kimi hesablanır müəllimlər. 36-ya gəldik. Deyir ki, bu reaksiya zamanı 720 kilojul enerji ayrılarsa, reaksiya sərf olunan oksigenin neçə mol kalium nitratın parçalanmasından almaq mümkündür. İndi biz bu reaksiyanı görürük və görürük ki, reaksiya zamanı 1 mol oksigen sərf olunanda 484 kilojul istilik ayrılır. Görəsən neçə mol oksigen sərf olunmalıdır ki, 726 kilojul istilik ayrılsın. Bunun üçün mən 726-nı bölərəm 484-ə. Bu da mənə verəcək hardasa 1,5 mol. Deməli, əgər 1,5 mol oksigen bu reaksiya üçün sərf olunarsa, bu oksigenidir biz nə qədər kalium nitratın parçalanmasından əldə edə bilərik. Kalium nitratın parçalanmasından bilirsiniz ki, kalium nitrit və 0,5 mol oksigen əmələ gəlir. 1 mol kalium nitrat 0,5 mol oksigen qazı ayırırsa, görəsən 1,5 mol oksigen qazı ayırmaq üçün biz neçə mol kalium nitrat parçalamalıyıq? Təbii ki, 3 mol kalium nitrat parçalamalıyıq. Bu da bizə 36-da D variantında göstərilibdir. 37. Eyni ali karbon turşusu qalıqlarından ibarət triqliseridin bir molekulunda 92 hidrogen qrupa da elan elədim ki, burada diqqət edin ki, karbon sayının 57 olduğunu vurğulanır. 57 olduğu vurğulanır və varsa turşu molekulunda neçə atom mövcuddur? Eyni ali karbon turşusu qalıqlarından ibarət triqliseridin bir molekulunda 92 hidrogen atomu var. Triqliserid yazılır. Deməli, yağdır da bu, bilirsiniz də. Yağlar gliserinin deməli, ali karbon turşularının əmələ gətirdiyi mürəkkəb efirlərdir. Və cəm deyir burada 57 hidrogen var, 92 də, daha doğrusu 57 karbon var, 92 də hidrogen var. Bu yerdə qalan hissəsində isə biz turşu qalıqlarını yazırıq da, bildiyiniz kimi. Eyni turşunun qalıqlarından ibarət olduğuna görə elə hamısını R şəklində yazdı və deyir ki, burada 92 hidrogen var, 57 karbon var. Cəm deməli 57 karbonumuz var, 92 hidrogenimiz var. Müəllimlər, biz bilirik ki, bunun neçəsi 57 karbonun neçəsi deməli gliserinə aid olan hissəyə aiddir. Baxın, 3 karbon gliserinə aid olan hissəyə düşdü. Düzdürmü? Bax, bu hissəni vurğulasaq, bu gliserinə aid olan hissədir. Bu hissə isə turşuya aid olan hissəni göstərir də. Çünki trigliserid əmələ gələndə, yəni yağ əmələ gələn zaman spirtdən H, turşudan OH qopur və beləliklə belə bu formada mürəkkəb efir əmələ gəlir. 57 karbonun 3-ünü gliserinə aid olduğunu bilirik. Deməli, yerdə qalan 54 karbon turşuya aid olacaq. 54-ü gətirib 3-ə bölsək, verəcək bizə 18. Deməli, hər turşu qalığının tərkibində 18 karbon mövcuddur. İndi hidrogenlərə baxaq. Əlimizdə cəm 92 hidrogen var. 92 hidrogendən 5-i hara aiddir? 2, 3, 4, 5 gliserinə aid olan hissəyə aiddir. O zaman 92-dən 5-i çıxmaqla yerdə qalacaq 87. Deməli, 87 hidrogen aid olacaq turşu qalığına. Daha sonra mən 87-ni bölərəm 3-ə, eləyəcək 29. C18H29O yazdıq. Düzdürmü? Çünki 29 elə bil cəm bütün 92 hidrogendən 5-i gliserinə aid olan hissəyə düşdüsə, 87-si turşuya aid. 3 turşu var. Turşu qalıqları eyni turşunun qalıqları olduğuna görə 87-yi 3-ə bölməklə 29 hidrogeni deməli
bir turşu qalığına aid olan hidrogen kimi düşündüm. Oksigen də zaten bir dənə gözümlə baxanda görürəm və OH da əlavə gətirib yazacağım. Deyərsiniz ki, bu OH-ı hardan aldı? Bilirsiniz ki, yağ əmələ gələn zaman spirtdən H, turşudan OH qopur. Hər turşu qalığı öz bir OH-ını verib gəlib daxil olub da triqliseridin içərisinə. Onda mən əvvəlki formasında turşu molekul şəklində təsəvvür etsəm, bunu C18H29 OOH. Başqa cür desək, qısa şəkildə C18H30 O2 şəklində təsəvvür eləyəcəyik. Aha. Turşu molekulunda neçə atom? Aha, turşu molekulundakı atomlar sadəcə cəmini soruşur. 30 burada, 18 burada, 2 də burada. Toplayanda 50 atom olacaq, düzdürmü? Yəni ona görə də 37-də Y variantı. Deyərsiniz, bu hansı turşudur? Baxın, C17H29 COH-dır da. Mən qısa şəkildə C18H30 O2 yazdım. Əslində bu C17H29 COH-dır. Aha, belə. Bunu da yazdıq. Müəllimlər, keçək növbəti 38-ci çalışma. Deyir, hansı duzun parçalanması oksidləşmə reduksiya reaksiyası deyil. Aha, kalsium karbonat zaten oksidləşmə reduksiya reaksiyası deyil. Niyə? Çünki kalsium karbonat parçalananda əmələ gəlir kalsium oksid və karbon qazı. Kalsium burada müsbət 2, kalsium oksiddə də müsbət 2, karbon burada müsbət 4, karbon qazda da müsbət 4, oksigenlər də zaten mənfi 2-dir. Bu zaten oksidləşmə reduksiya reaksiyası deyildi. Kalium nitrat parçalananda bəsit maddə yarandı. Ümumiyyətlə, harda müəllimlər bəsit maddə görsəz, bilin ki, bu oksidləşmə reduksiya reaksiyasıdır. Buradan oksigen bəsit maddəsi yarandığına görə bu oksidləşmə reduksiya reaksiyası olacaq. Mən olmayanları axtarıram. Amonium klorid parçalananda sadəcə amonyak və H-xlor əmələ gələcək və burada da nə azotun, nə xlorun oksidləşmə dərəcəsi dəyişmir. -3, burada da -3. Sonra hidrogen müsbət 1, burada da zaten müsbət 1-dir. Xlor mənfi, burada da zaten mənfi 1-dir. Ona görə də bu oksidləşmə reduksiya reaksiyası olmayacaq. Amonium sulfatda da həmçinin amonyak və son reaksiya məhsulu amonyak və sulfat turşusudur. Orada da dəyişim baş verməyəcək. Amonium nitrit parçalananda, bəli, bu azotun alınma reaksiyasıdır. Bilirsiniz ki, amonium nitrit parçalananda azot və su əmələ gəlir və bəsit maddə gördüksə, demək ki, bu oksidləşmə reduksiya reaksiyasıdır. Ona görə də amonium nitrit olanı da seçirəm ki, oksidləşmə reduksiya reaksiyası kimi. Olmayanlar oldu 1, 3, 4. Doğru ifadəni 38-də A variantı seçərəm. 39-dan davam edirik. Davam edirik müəllimlər. Nitrat turşusu ilə qarşılıqlı təsir zamanı sarı rəng əmələ gətirən. Biz bilirik ki, zülalların tərkibində benzol həlqəsi mövcuddur. Zülalların tərkibində benzol həlqəsi mövcudluğunu təyin etmək üçün biz nitrat turşusundan istifadə edirik və bu zaman nitrat turşusundan zülal sarı rəngli birləşmə yaradır. Əgər bu sarı rəngli birləşmə əmələ gəlibsə, dəqiq bildik ki, burada söhbət zülaldan gedir. Yəni bu zülalın təyin olma reaksiyasıdır. Kükürt atomu saxlayır. Kükürt atomu əslində zülallar saxlaya da bilər, saxlamaya da bilər. Söz yox. Amma sırf bu reaksiyadan biz kükürdü təyin edirik. Xeyr. Kükürdü təyin etmək üçün plümum asitatdan istifadə edirdik. Orada plümum sulfit qara rəngli çöküntüsü verirdi. Deyirdik, hə, demək bu zülalın tərkibində kükürt var. Amma bu reaksiya ilə kükürdü təyin eləmirik. Aromatik həlqə saxlayır. Bəli, dəqiq aromatik həlqə saxlayır ki, bu sarı rəngli birləşmə yaradır da nitrat turşusundan. Yandıqda xoş qoxu əmələ gəlir. Xeyr, yandıqda zülallar yanmış lələk isi verir. Yəni qoxmuş lələk isi verir. Bu səhvdir. Doğru ifadə nə oldu? 1 və 3, yanlış ifadə 2 və 4, yanlış ifadəni soruşur. D variantını seçərik 39-da. 40-dan davam edirik. Deyir ki, hansı fikir səhvdir? İkinci A qrupunda yuxarıdan aşağı radius artır. İstəyir ikinci A qrupu olsun, istəyir hansı olur olsun, yuxarıdan aşağı zaten radius artacaq. Ən böyük iyonlaşma enerjisi heliuma məxsusdur. Bəli, dövr sistemdə ən yüksək iyonlaşma enerjisi heliuma məxsusdur. Dövr üzrə soldan sağa doğru valent elektronların sayı dəyişir. Xeyr, bəli, daha doğrusu dəyişir. Dövr üzrə soldan sağa doğru getdikcə, məsəl üçün deyək ki, birinci A qrup götürək, ikinci A qrup götürək, üçüncü A qrup götürək və s. Birinci A qrupda 1 valent elektron, ikinci A qrupda 2, 3-də 3 valent elektron və s. Yəni soldan sağa doğru getdikcə valent elektronların sayı artır. Üçüncü ifadəni də doğru qəbul edirik. F elementi 4B yarım qrupunda yerləşir. F elementləri. Xeyr, 4-cü dövr əlavə yarım qrup elementləri D elementləridir. F elementləri deyil. Səhv ifadəni soruşurdu. D variantı səhv ifadə olacaq. Kiçik dövrlərdə əlavə yarım qrup elementləri yoxdur. Bəli, kiçik dövrlərdə ancaq əsas yarım qrup elementləri var. Bu doğrudur. Səhv ifadə D variantında göstərilibdir. 40-ı da bitirdik, keçirik 41-ə. Deyir, eyni kütlədə götürülmüş hidrogen və oksigen qazlarının tam reaksiyasından sonra artıq qalan maddə. Aha, deməli müəllimlər, bunda da azı çoxa çatdırmaq prinsipi yadınızda gəlirsə bizim ən rahat prinsipimizdir. Necə? Hidrogen oksigenlə getdi, su əmələ gətirdi, əmsallaşdırdıq. Və belə məsələlərdə eyni kütlədə götürülmüş, eyni mol miqdarda götürülmüş və s. ifadələr görəndə azı çoxa çatdırmaq prinsipindən istifadə edirik. Bu nə deməkdir? Normalda 2 mol hidrogen, yəni 4 qram hidrogen, 1 mol oksigen, yəni 32 qram oksigen sərf olunur, düzdürmü? Əgər hər ikisini eyni kütlədə götürürüksə, onda elə zənn edirəm ki, hər ikisini 32 qram götürmüşəm. Yəni həm hidrogeni, həm də oksigeni 32 qram götürürəm. Amma buna baxmayaraq
baxmayaraq 32 qram oksigen gəlib zaten 4 qram hidrogen sərf edəcək. Necə 32 qram oksigen, daha doğrusu hidrogeni sərf eləsin? Demək ki, 32 qram hidrogen götürsəm də bunun 4 qramı sərf olunub 28 qram hidrogen sistemdə artıq vəziyyətdə qalacaq. Yəni eyni kütlədə götürüləndə artıq qalmış maddəmiz hidrogen olacaq. Aha, indi bizə deyir ki, bu hidrogenlə, yəni artıq qalan maddə ilə qarşılıqlı təsirdə olmayan maddələri göstərin. Hansı maddələr yəni qarşılıqlı təsirdə olmazlar? Aha, indi deyir ki, artıq qalan bəsit maddənin birbaşa qarşılıqlı təsirdə olmadığı maddələri göstərin. Aha, baxaq. Deməli bilirik ki, hidrogenlə xlor qarşılıqlı təsirdə olacaq H-ın iştirakında. Florla adi şəraitə gedəcək. Bəli, bu gedəcək. Sonra kükürt hidrogenlə gedir, amma silisium gedə bilmir. Düzdür, amma istənilən təqdirdə kükürt gedə bilir də. Ona görə bunu seçməyəcəyik. Aha, yodla hidrogen qızdırma şəraitinə gedir. Florla adi şəraitdə kükürtlə qızdırma şəraitinə hidrogen sulfit verir. Amma alüminiumdur, ümumiyyətlə belə deyək də, pasiv metallar, orta aktiv metallar hidrogenlə birbaşa qarşılıqlı təsirdə ola bilmir də. Hidrogenlə aktiv metallar, qələvi və qələvi torpaq metallar birbaşa qarşılıqlı təsirdə ola bilir. Ona görə qarşılıqlı təsirdə ola bilməyən alüminium və dəmir seçərəm. 41-də B variantını seçərik. 42. Hansı maddə sintetik lif istehsalında istifadə olunur? Sintetik lif istehsalında istifadə olunan maddə hansı ola bilər? Bilirik ki, adipin turşusu ilə heksametilen diamir naylon lifinin alınmasında, sintetik liflər deyəndə kapron lifi, enant lifi, naylon lifi, ondan sonra kevlar lifləri nəzərdə tutulur. İndi bunların içərisində adipin turşusu ilə heksametilen diamin, NH2, heksametilen diamin götürürük. Üzərinə də adipin turşusu gəlir. Adipin turşusu ki, əsaslı karbon turşusudur. CH2, 4, COH. Bunların qarşılıqlı təsiri zamanı H buradan qopur, COH da turşudan qopur da. Düzdürmü? Yadımıza gəlirsə, baxın, COH-ı buradan qopardırdıq. COH-dan daha doğrusu OH qopurdu. H-lar da gəlib buradan qopurdu və bunlar arasında belə bir lif yaranırdı. Və bax bu şəkildə də indi mən qısa bir fraqment yazdım burada və bu lifin alınmasında, yəni sintetik lifdir də bu. Süni liflər deyəndə viskoz ipəyidir, asitat ipəyidir. Bunlar nəzərdə tutulur. Süni sintetik liflər deyəndə isə sırf sənayedə sintetik yəni şəraitdə əldə olunan təbii liflərdən əldə olunmayanlar da, yəni təbiilərdən alınanlar süni idi. Sırf kimyəvi yolla əldə olunanlar sintetik liflərdir və adipin turşusu ilə heksametilen diamin naylon lifini yaradırdı. Belə. 42-də də C variantını seçdim. Keçirəm 43-ə. Deyir, natrium hidroksidin M qram A faizli məhlulu ilə eyni kütlədə götürülmüş B faizli məhlul qarışdırılarsa alınan məhlul neçə faizli olar? Aha. İndi biz bilirik ki, belə bir düsturumuz var. M1 omega 1 üstə gəl M2 omega 2 bərabərdir. M1 üstə gəlinsin M2 vurulsun omega sona. İndi natrium hidroksidin birinci məhlulumuzdur. Bunun kütləsi, yəni M1-imiz M-dir. Faizli qatlığı A faizdir. Üzərinə gəlirik, deyir, ondan eyni kütlədə, yəni M qramla eyni kütlədə, yəni M qramlıq B faizli məhlul. Əmələ gəlmiş məhlul deyir, neçə faizli olacaq? Bu bərabər olacaq, düsturda yerinə qoyduq. M1 üstə gəl M2. Hər iki məhlulun kütləsi M olduğuna görə M1 üstə gəl M2 yazanda M üstə gəl M yazıram. Vururam omega sona. Müəllif də məndən ilə omega sonu soruşur. Buradan omega sonumuz bərabər olacaq. MA üstə gəlinsin MB bölünsün 2M-ə. Buradan da zaten M-lər ixtisar gedəcək. Omega sonumuz bərabər olacaq. A üstə gəl B bölünsün 2-yə. A üstə gəlinsin B bölünsün 2 bizə 43-də D variantında göstərilibdir. 44. Kalium hidroksidin artofosfat turşusuna əmələ gətirdiyi duz həm qələvi, həm də turşu ilə reaksiya daxil olarsa. İndi müəllimlər bilirik ki, kalium hidroksidin artofosfat turşusunun keçən səfər müzakirə dərsində də bu haqda ətraflı danışdıq. Hansı duzlar yarana bilərdi? Kalium 2 HPO4 yarana bilər. Kalium 3 PO4 yarana bilər. Bir də kalium H2 PO4 yarana bilər. Bunların içərisində kalium 2 HPO4 həm turşundan, həm də qələvi ilə gedə bilir. Niyə? Çünki burada artofosfat turşusunun yaratdığı duzlarda kaliumun 3-ə qədər yeri var. Bu yəni kalium OH ilə reaksiya girib kalium 3 PO4 yarada bilər. Hidro duzların isə dihidroya qədər yeri var. Yəni mən bunun üzərinə hələ bir H3PO4 gəlib bunu dihidro duza çevirə bilərəm də. Yəni artofosfat turşusundan həm də kalium OH ilə gedə bilən kalium 2HPO4-dür. Kalium 3PO4 kalium OH ilə getməz, amma H3PO4-dən gedər. Çünki hidro və dihidroya qədər yeri var. Amma kaliumun 3-ə qədər yeri vardı, limiti doldurubdur. Kalium H2PO4-də isə kaliumun 3-ə qədər yeri olduğuna görə təzədən kalium OH ilə gedə bilər, amma H3PO4 ilə gedə bilməyəcək. Çünki dihidroya qədər yer var idi və bu dihidro duzda zaten 2 hidrogeni var da hara gəlib H3PO4 təzədən birləşdirsin. Deməli söhbət burada hansı duzdan gedir? Kalium 2HPO4-dən. İndi deyir ki, burada kovalent rabitələrin sayını hesablayın. Müəllimlər, ən rahat kovalent rabitə hesablamağın yolu nədir? Turş duzlarda
Kovalent polyar rabitələrin sayını tapmaq üçün mərkəzi atomun valenti vurulur indeksinə, üzərinə hidrogen sayı gəlir. Fosforun valenti 5-dir, mərkəzi atomdur. İndeksində 1 var. 5-i 1-ə vurub üzərinə hidrogen sayını gəlmək. Buradan da 5-i 1-ə vurdum. 5 üzərindən 1 gəlsəm 6. Deməli 6 mol rabitə olacaq. Bu da 44-də A variantında öz əksini tapıbdır. 44 ilə bitirdik, keçirik 45-ə. Hansı molekulda pi rabitə sayı eynidir? Deməli, azotda 3 qat rabitədir, 1 sigma 2 pi var. Oksigəndə 2 qat rabitədir, 1 sigma 1 pi var. Azotda 2 pi, oksigəndə 1 pi var, eyni olmadı. Keçirəm növbətisinə. Asetilen və metakril turşusu. Asetilen yazılır CH, 3 qat rabitə CH. 2 dənə pi rabitəsi var. Metakril turşusu. Metakril turşusu CH2, 2 qat rabitə C, CH3, C, OH-dır. Düzdürmü? Və burada 2 dənə pi rabitəsi görürük. Biri buradadır, bir pi rabitəsi, bir də burada. Hər ikisində 2 dənə pi rabitəsi var. Pi rabitə sayı eyni olan asetilen və metakril turşusu doğru cavab B variantıdır. Aha, ağ fosforda heç ümumiyyətlə pi rabitəsi yoxdur, götürmərəm. Vinil asetilendə 3 dənə pi rabitəsi var, azotda 2 dənə pi rabitəsi var, olmaz. Etilendə olacaq 1 pi rabitəsi, karbon dioksiddə 2 pi rabitəsi olmayacaq. Yəni uyğun olan yalnız B variantı olacaq. Temperatur əmsalı 2 olan reaksiyaların apardığı mühitdə temperaturu 80 dərəcədən 2 dəfə azaldıldı. İlk reaksiya 30 saniyə başa çatırsa, temperatur azaldanda reaksiyanın başa çatma müddətini hesablayın. Deməli, mənimlər bunun ən rahat yolu nədir? Temperatur əmsalı yazırıq. Bax, fizika məsələlərini necə həll edirdik? Yazırıq. Qamma bərabərdir 2. Əla. Deyir, bu reaksiyanın aparıldığı mühitdə temperaturu 80 dərəcə. Yəni, birinci temperaturumuz 80 dərəcədir. Və ikinci halda temperatur deyir 2 dəfə azaldıldı. Yəni, T2-miz olacaq 40 dərəcə. Və ilk reaksiyanın başa çatma müddəti 30 saniyədir. Yəni, T1-imiz bərabərdir 30 saniyə. Deyir, görəsən T2-miz neçəyə bərabərdir? İndi gələk düsturu yazaq. Van 't Hoff qaydasına görə V2 bölünsün V1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Və bu da həmçinin bərabərdir T1 bölünsün T2-yə. İndi bizə verilənləri yerinə yazacaq. T1-imiz 30-dur, yerinə yazdım. Bölürəm T2 haqqında məlumatım yoxdur. Zaten məndən T2-ni soruşur. Bu da bərabərdir. Qammamız neçədir? 2 üstündə yazacağım. Nə? T2 çıxılsın T1. T2-miz 40-dır. T1-imiz də 80-dir. Böləcəm neçəyə? 10-a. 40-dan 80 çıxsaq mənfi 40, mənfi 40-ı da 10-a bölsək mənfi 4 eləyəcək. İndi mənimlər burada nə görürük biz? 30-u böldük T2-yə, bərabər oldu 2 üstü mənfi 4-ə. 2 üstü mənfi 4 1 bölünsün 16 deməkdir. Niyə? 2 üstü mənfi 4, elə bil 2-ni 4 dəfə öz-özünə vurdunuz da. 2-dən 2-ni 4, 4-dən 2-ni 8, 8-dən 2-ni 16. Mənfi olduğuna görə bunu məxrəcə yazırıq artıq. 1 bölünsün 16 şəklində. Buradan T2-miz bərabər olacaq neçəyə? 16 vurulsun 30-a. 16-nı da 30-a vursanız, mənimlər neçə eləyəcək? Hardasa 480 saniyə. 480 saniyə neçə dəqiqədir? 1 dəqiqəmiz 60 saniyədirsə, x dəqiqəmiz də 480 saniyə uyğun gələcək. 480 saniyəni 60-a bölsək eləyəcək 8 dəqiqə. Deməli, reaksiyanın başa çatma müddəti 8 dəqiqə olacaq. Doğru cavab 46-dan A variantında göstərilibdir. 46-nı da bitirəndən sonra keçmək istəyirəm 47-ci çalışmaya. Deyir, penten 2 almaq üçün 2 brom pentana hansı maddə ilə təsir etmək lazımdır? 2 brom pentan, metan, etan, propan, butan, pentan yazdıq. 2 brom pentan dedi, yazdım. Deyir, bunu penten 2 almaq istəyirsiniz. İndi mən buradan penten 2-ni necə əldə edə bilərəm mənimlər? Bilirsiniz ki, alkanların monohalogenli törəmələrin üzərinə qələvinin spirtdə məhlulunu gəlirik. Reaksiya zamanı əmələ gəlir alkin. Baxın, yazıram. CH3, CH brom, CH2, CH2, CH3. Bunun üzərinə kalium hidroksid spirtdə məhlulunu gələndə kalium gəlir, bromu götürür, gedir. Reaksiyadan kalium brom zaten ayrıldı. İndi OH özünə H yoldaşı axtarır. Bunun üçün nə edirik? Brom çıxan karbonun sağına, soluna baxırıq. Hansı karbonun hidrogeni azdırsa, oradan hidrogeni qoparırıq. Bax, burada sağda oldu da. Çünki solda CH3-dür, 3 hidrogen, sağda CH2-dir, 2 hidrogen. Məcbur sağdan hidrogen qopartdıq. Və HOH çıxdı. Yerində nə qaldı? CH3, CH, 2 qat rabitə, CH, CH2, CH3. Bunun da adı olacaq penten 2. Doğru ifadə D variantında öz əksini tapıbdır. 48-dən davam edirik. Bir atomunun kütləsi karbon 12 izotopunun kütləsinin 4də 3-ünə bərabər. Karbon 12 izotopunun kütləsi zaten 12-dir. İndi müəllif demək istəyir ki, bu 12-nin 4də 3-ünə bərabər element hansıdır? 12-nin 4-dən 3 hissəsinə. Daha doğrusu 3də 4 hissəsidir deyəsən, mən üzrlü hesab edin, 3də 4-ü səhv oxudum. 3də 4 hissəsinə. 12 ilə 3 burada xısar gedir, burada qalır 4, 4-ü də 4-ə vursaq eləyəcək 16. Yəni, kütləsi 16-ya bərabər olan maddəni axtarırıq. Bu da oksigendir, 48-də A variantını seçərik.
49. Hansı molekul hidrogeni birləşdirməz? Aha, hidrogeni birləşdirə bilməyən maddə. Bilirik ki, formaldehid hidrogeni birləşdirib metanol əmələ gətirir. Baxın, H, C, 2 qat rabitə oksigen H. Üzərinə hidrogen gəlsək, CH3OH metanol əmələ gələcək. Eten doymamış birləşmədə zaten hidrogen birləşdirəcək. 1 mol hidrogenlə etilenə çevirilər, 2 molla etana çevirilər. Eten də həmçinin 1 mol hidrogenlə etan əmələ gətirəcək. Sonra benzol hidrogenlə birləşə bilir. Benzol nədir? Benzol deməli 3 mol hidrogenlə birləşib sikloheksan əmələ gətirə bilir. Ona görə bu da olmayacaq. Karbinol metanolun digər adıdır. Metanol yəni doymuş radikal hissəsi doymuşdur. Doymamış spirt olsaydı hidrogenlə birləşə bilərdi. Amma bu doymuş spirtdir. Spirtlər hidrogenlə birləşə bilmirlər. Birləşə bilməyən 49-da Y variantında göstərilibdir. Növbəti 50 ilə davam edirik müəllimlər. Deyir ki, natrium xlorun suda məhlulun elektroliz zamanı anodda ayrılan qazın bütün miqdarı 1,204 Ulsun 10^23 sayda dəmir atomu ilə tam reaksiya daxil olmuşdur. Deməli, müəllimlər, natrium xlorun suda məhlulunu elektroliz uğradıram. Bilirəm ki, aktiv metalların duzları olanda katodda hidrogen qazı ayrılır. Elə bir suyu HOH şəklində yazaq da. Hidrogen hardan ayrıldı? H-dan. H-ı dairəyə aldıq. Yəni, yoxdur da bu hidrogen şəklində çıxdı. Oksigensiz turşuların duzları olanda flordan başqa hamısı anodda turşu qalığın özünü verir. O zaman anodda xlor ayrılacaq. Aha, xlor da getdi. Nə qaldı yerində? Natrium və OH. Nəticədə nə əmələ gələcək? Natrium OH əmələ gələcək. Düzdürmü? Aha. Və əmsallaşdırma aparsaq, gəlin daha sərgə yazaq. Daha az sərgəli yazaq buradan. Natrium xlorun qarşısına 2 əmsalı yazacaq. Natrium OH-ın qarşısına 2 əmsalı yazacaq. O zaman baxaq görək əmsalımız tamamlandı mı? Suyun da qarşısına 2 yazsaq. 2, 2. Aha, suyun da qarşısına 2 yazsaq, məncə əmsal tamamlanır. İndi biz buda baxanda deyir ki, anodda ayrılan qaz. Anodda ayrılan qaz xlor qazıdır və xlor qazının dəmirlə reaksiyasını yazaq. Ferrum xlor 2 ilə reaksiya girəndə bilirsiniz ki, dəmir H xlorla 2 valentli olur, amma xlorun özündən 3 valentli olacaq. Buradan ferrum xlor 3 əmələ gələcək. Əmsallaşdırmanı yerinə yetirdik və deyir ki, buradan ayrılan qazın bütün miqdarı, yəni xlorun hamısı 1,204 Ulsun 10^23 sayda dəmir atomu ilə reaksiya daxil olur. 1,204 Ulsun 10^23 neçə mol deməkdir müəllimlər? Nü bərabərdir M bölünsün NA düsturuna görə. N'imiz 1,204 Ulsun 10^23-dür. Bunu bölərəm 6,2 vurulsun 10^23-ə. 10^23-lər ixtisar gedəndən sonra 1,204 6,2-yə bölünəndə 0,2 mol eləyir. Yəni söhbət 0,2 mol dəmirdən gedir. Normalda 2 mol dəmirlə 3 mol xlor qazı reaksiya girirsə, o zaman 0,2 mol dəmirlə də 0,3 mol xlor qazı reaksiya daxil olacaq. Deməli, sərf olunan xlor qazının miqdarının 0,3 mol olduğunu müəyyənləşdirdik. İndi müəllif deyir ki, buradan əmələ gələn, yəni natrium xlorun elektrolizdən əmələ gələn xlor deməli 0,3 mol olub da. Çünki deyir ki, oradan ayrılan xlorun tamamı, hamısı gəlib təzədən dəmirlə reaksiya daxil olub da. Deməli, başa düşdük ki, burada nə qədər xlor ayrılıbdır elektrolizdən? 0,3 mol xlor ayrılıbdır. İndi deyir ki, bu xlor qazı ayrılanda əmələ gələn qələvi. İndi gəlin birinci reaksiya geri qayıdaq. 1 mol xlor 2 əmələ gələndə 2 mol qələvi sərf yaranırdısa, o zaman 0,3 mol xlor da yarananda nə qədər qələvi əmələ gələcək? 0,6 mol qələvi əmələ gələcək. İndi müəllif demək istəyir ki, bu qələvini neytrallaşdırmaq üçün bizə nə qədər sulfat turşusu lazımdır? İndi natrium OH-ın üzərinə mən 2 mol natrium OH-ın üzərinə 1 mol H2SO4 gəlsəm, 2 mol OH ilə 1 mol H tam neytrallaşacaq. Reaksiya zamanı normal duz natrium KSO4 və 2 mol da su əmələ gələcək. Düzdürmü? Aha. Və biz burada görürük ki, 2 mol natrium OH üçün 1 mol H2SO4 lazımdırsa, onda 0,6 mol natrium OH üçün neçə mol H2SO4 lazım olacaq? Təbii ki, buradan da 0,3 mol H2SO4 lazım olduğunu müəyyənləşdiririk. Bu da bizə 50-də A variantında göstərilibdir. Belə müəllimlər, bitdi suallarımız. Ümidvaram ki, sizin köməyinizə çatdı. Mən YouTube səhifəmdə bütün il boyu sertifikasiya müəllimlərinə dəstək olmaq məqsədi ilə bütün MHM sınaqlarını, RT nümunə sınaqları, əlavə olaraq maraqlı məsələlər, izahlar paylaşmışam. Düşünürəm ki, faydalıdır sizlərə. Yenə deyirəm, imtahanımıza çox az qalıbdır və bu 1 ayı, 2 ayı mükəmməl dəyərləndirmək istəyirsinizsə, qrupumuza qoşulub faydalı məsləhətlər, həmçinin sınaqlar, çoxlu təkrarlar, mövzular və s. hamısını bizlə birlikdə işləyib yüksək nəticə əldə edə bilərsiniz. Uğur olsun.